Bugün sizə çox kiçik həcmli, amma çox maraqlı, sevimli bir kitab haqqında məlumat vermək istəyirəm. Kitab adı Fika adlanır. İsveçlilərin xoşbəxtlik verən günlük qəhvə ritualı haqqındadır. Bu kitab təbii ki, alıb oxunacaq, belə deyim ki, bədii ədəbiyyat deyil və yaxud da ki, motivasiya əsəri deyil. Əksinə, qəhvə haqqında, İsveçlilərin həyatında qəhvənin yeri haqqındadır. Eyni zamanda bu kitab çox yaxşı bir hədiyyə ola bilər. Xüsusən də bunu xanımlara və yaxud da ki, şirniyyat bişirməyi sevən dostlarınıza, aşpazlara və s. hədiyyə edə bilərsiniz. Kitab üçün çox qəşəng aforizmlər var qəhvə ilə bağlı. Eyni zamanda maraqlı İsveçlilərin ənənəvi şirniyyatları, şirniyyat növləri, onların bütün reseptləri yazılıb və maraqlı statlar var. Məsəl üçün deyir ki, bir dostla qəhvə içmək terapiya deməyin uzun şəklidir. Bir də bu sözü çox sevmişdim. Qəhvə bir fincana sığmış bir qucaqlaşmadır deyir və burada maraqlı məlumatlar var ki, İsveçlilər, İsveç ümumiyyətlə dünyada qəhvə istifadəsinə görə dünyadakı ilk 3 ölkədən biridir. Belə şirin, balaca ölçülü, maraqlı bir cib kitabıdır. Hədiyyə üçün çox idealdır. Belə qəşəng də dizaynı və formatı var. Əgər şirniyyat bişirməyi sevən tanışınız varsa, bu kitabı alıb ona hədiyyə edə bilərsiniz. Hələlik növbəti kitablarda görüşmək ümidi ilə.